O ki, qaldı qardaş sual verir ki, cərh və tədil məsələsində, yəni Azərbaycanda cərh və tədil mütəxəssisi varmı, yoxsa yoxdur? Yəni, hər bir kəs kiminsə xatasını və yaxud da ki, nöqsanını bəyan edə bilər, yoxsa yox. Əlbəttə, qardaşlar, cərh və tədil elmi özü müstəqil, yəni hədis elmi də müstəqil bir elmdir. Və ümumilikdə götürəndə bizim tələbələrin çoxu, belə başda elə deyək, Qamət qardaş, sonra elə bizim, sonra Yaşar, Adil, Muxtar, Ramin, Qabil, Elşən, tanıdığımız Əhməd, Mustafa, yəni qardaşların çoxu demək olar ki, hədis fakültəsini bitiriblər və cərh və tədildə hədis fakültəsində keçən ixtisas fənlərindən biridir və hal-hazırda yəni bizdə cərh və tədil mütəxəssisi belə bir adam tanımırıq, bilmirik. Biz yalnız və yalnız qardaşlar dəvətçiyik və Allah və Rasulunun kəlamını insanlara çatdırıb, insanları düz yola yönəltməyə səbəb olan qullarındanıq. Və əsas hədəfimiz də insanlara tövhidi çatdırmaq, əqidəni çatdırmaq, sağlam mənhəci çatdırmaqdır. Və niyə görə biz bir çox məsələlərə qarışmırıq bugünkü günümüzdə baş verən, xüsusən də böyük şeyxlərin arasında olan məsələlər niyə görə qarışmırıq? Yəni, qardaş, bu sualda qardaşı maraqlandırır və həqiqətə qardaş bunun bir cavabı var. Biz tələbə olduğumuz illərdə, belə desək, 99-2000-ci illərdə Mədnədə artıq bu fitnənin, belə deyək, toxumu var idi. Və biz orada olduğumuz müddətdə, yəni heç bir tələbə bu məsələyə qarışmadıq və qarışmağı da özümüzə rəva bilmədik. Çünki biz bundan, bu fitnəni öyrənib yaymaqdan ötürü tədris almamışıq, öyrənməmişik, bunu bundan ötürü oxutdurmayıblar. Bizi oxuturublar, Quran və sünnəni öyrənib, gəlib öz avam cəmaatımıza, cahil cəmaatımıza çatdıraq onları, düz yola yönəlməsinə səbəb olaq. Və həqiqətdə o dövrdən bu fitnələr var idi və aramızda Muxtar qardaş, Ramin, Adil, Qabil qardaşlar var idi və hamımız şahid olduq, qardaş, bu fitnənin hamısı şahid olduq və biz öz tələbələrimizi yığdıq və belə bir qərara gəldik ki, heç bir tələbə bu məsələlərə qarışmayacaq, çünki bunun bizə heç bir xeyri yoxdur və dəvətimizə heç bir faydası yoxdur və biz buradan qaydandan sonra bizdən hansı şeyx necədir, nə cürdür deyə soruşulmayacaq. Və əlhəmdülillah 15 ildir biz artıq bu mənhəc üzərindəyik və alimlərin bir-birlərinə dediyi məsələlərə qarışmırıq. Yalnız və yalnız açıq-aşkar dəlillər üzərində ispat olunubsa, o başqa məsələ hamımız qəbul edirik. Amma yenə də avam insanlar bu məsələləri yaymırıq. Amma o ki, qaldı ki, kiminsə kimi hər hansısa bir şeyxin hər hansısa bir şeyxə nədəsə ittiham eləməsi və şəriət məhkəməsi qarşısında onu ispat eləməyə aciz olması, bu da bəlli məsələdir. Və biz bu cür məsələlərə qarışmırıq ki, filan kəs haqqında kimsə nəsə deyir və heç bir şey ispat eləyənmir. Çünki, qardaşlar, bizim bugünkü günümüzdə, dəvətimizdə kifayət qədər bidət əhli var. Yəni, 73 firqənin 73-də olmasa, ən azından ən məşhur 5-10 firqəmiz var. Cəmiyyətimiz rafizlərlə doludur, təkvif fikrinə meyillərlə doludur, xavac fikrinə meyillərlə doludur. Sufi cəmaatımız var, Naxşibəndi cəmaatımız var, Təbliğ cəmaatımız var, Məturidi cəmaatımız var, Təkvif cəmaatımız var, Xavac cəmaatımız var. Yəni, cəmaatımız üzrə bu kəslərdən var. Və bizə kifayət edər ki, biz bu bidətçilərlə məşğul olaq. Onların bidətlərini ifşa eləyək, bəyan eləyək. Nəinki, hər hansısa bir alimlər haqqında gələk, kiminsə nəsə dediyini, dəlilsiz, sübutsuz, bəyansız dediyini gələk, yayaq, bəyan eləyək. Yəni, bu biz özümüzə rəva bilmirik və heç bir də fayda da görmürük. Çünki əgər fayda olsaydı, biz bütün tələbələr hamımız bu məsələyə qarışardıq, hamımız bəyan eləyərdik. Amma göründüyü kimi biz 15 il əvvəl hansı mənhəc üzərində idiksə, əlhəmdülillah bu günə o mənhəc üzərində sabitik. Heç bir fitnəyə səbəb olacaq məsələyə qarışmaq istəmirik.
Çünki baxın, görün fitnə necə böyüyüb ki, artıq hansı ki, o tələbələr bizim dövrümüzdə, yəni qeyri-Azərbaycandan olan tələbələr bizim dövrümüzdə biz o fitnəyə qoşulmadığımız halda onlar həmən fitnədə balaca bir düzəlti idilər, balaca bir toxum idilər. Amma 15 il ərzində, əlhəmdülillah, Allah sonra bizim dəvətimizə bərəkət verdi. Cəmaatımız artdı, şükür olsun Allaha, həmd olsun Allaha, savadlandılar, tələbələrimiz çoxaldı, ərəb dili bilənlərimizin sayı artdı, Quran hafız olan sayı artdı. Amma həmən fitnəyə qoşulan düzəltilər o dövlətdən, yəni məddədən qırağa çıxmadılar, öz dövlətlərindən bir xəbər oldular və yalnız dedikodularla alimlər arasında söz gəzdirməklə məşğul oldular və nəticə etibarilə 15 il əvvəl düzəlti olanlar bugün artıq həmən fitnədə kök budaq salıblar. Yəni, qısa və konkret desək, fitnənin qocaman şeyxlərindən olublar. Fitnənin qocaman şeyxlərindən olublar. Və biz də Allaha sığınırıq, Allaha dua edirik ki, Allah sonra bizim cəmaatımızı o cür fitnəkarlardan, o cür fitnə əhlindən qorusun. Yəni, şeyxlər arasında olan məsələlərə bizi qarışmağımıza Allah sonra bizə hifz eləsin. Allah sonra bizə izin verməsin ki, biz o məsələlərə qarışaq. Və əlbəttə ki, onlar gələcəyin alimləridir. Onlar gələcəyin parlaq alimlərindəndirlər. Əgər biz bugün dəlilsiz, sübutsuz kimlərisə dil uzadarıqsa, kimlərisə təqlid edib, kimlərisə dil uzadarıqsa, hansı ki, o fitnəni yayan uşaqlar, yəni dəvətlə də, hikmətlə də, bəlkə də bizim tələbələrimizin çoxundan aşağıdırlar. Yəni, dəvət məhəllində, məcəlində olanlardan deyirlər, dəvətdə olan kəslərdən deyirlər. Yəni, yalnız və yalnız ətraflarında ancaq Mədinə şəhrin görüb, yəni Mədinənin qırağa çıxmayıb, öz dövlətinin halından bir xəbər olan insanlar əlbəttə ki, nə gəlir danışmağa qüdrətləri də çatar. Və qısa və konkret onu qardaşlar çatdırmaq istəyirəm ki, əlbəttə ki, cərh və tədil elmi ən ağır elmlərdəndir, ən çətin elmlərdəndir və ən dəqiq elmlərdəndir. Hətta bəzi mühəddislər bu elmi Allahdan bir vergi adlandırıblar. Və əlbəttə ki, qeyd etdiyiniz kimi, bizim Azərbaycan hal-hazırda cərh və tədil mütəxəssisi yoxdur. Cərh və tədil mütəxəssisi yoxdur. Çünki heç birimiz o ixtisas sürəsində oxumamışıq, ixtisasda bitirməmişik. Biz yalnız həmən dərsləri hədis fakültəsində müəyyən bir vaxtlarda, müəyyən bir illərdə, kurslarda keçdiyimiz mövzular olub, dərslər olub. Bəli, onun qaydalarını keçmişik, şərtlərini keçmişik, onun əhli kim olduğunu keçmişik, onun əhlinin özünün qaydaları və şərtləri olduğunu bilirik. Yəni, kim cərh və tədillə məşğul ola bilir, kim onun əhlidir, hansı qaydalar var, hansı şərtlər var. Və Allah subhanətə şükürlər olsun, Allah subhanətə bu elmi bizə, hamd olsun Allah, vaxtında nəsib elmi müvəffəq eləyib. Amma hal-hazırda isə bizdə bu fən üzərində, bu elm üzərində mütəxəssis yoxdur. Biz hamımız dəvətçilərik və Allah subhanətə dua edirik ki, Allah subhanətə bizi axıra kimdə bu cür dəvətçilərdən eləsin, fitnəni qaldıranlardan, fitnəni yayanlardan eləməsin və qardaşlara da məsləhət görürəm ki, hər deyilənlərə fikir verməsinlər, baxsınlar, öyrənsinlər, soruşsunlar, dəqiqləşdirsinlər. Çünki artıq ola bilər, bir dənə tələbə bir söz deyir, başqası eşidir, ancaq başqa bir kəs danışır. Ola bilər o tələbənin nə niyyəti olub, nə deyilişi olub, sadəcə adından sözdür, gəzir, dolaşır və biz də həmən qardaşlara, fitnəyə yəyən qardaşlara dua edirik ki, onlar təsəbbüt eləsinlər, yəni tələbədən eşitdiyini dəqiqləşdirsin, yəni sualı da verəndə dəqiq olsun və tələbədən hər eşitdiyini düz başa düşməmiş yaymasın və nəticə etibarilə fitnəyə fəsad olmasın. Allah bizi eşitib faydalardan eləsin.